Əvvəlcə nahiyyə dezinfeksiyalanır, silinir. Gərək quru olsun. Yaş, yağlılıq gərək olmasın. Və prisipqalayırıq. Çox lazım deyil, azca prisipqalayırıq. Hatta qoz boyda pasta bizə yetərli olacaq. Tükün əks istiqamətində çəkirik. Və tükün çıxan istiqamətində dartırıq. Prosedurdan sonra şəkər qalıqları təmizlənəcək. Yaş salfet olar və yaxud da perikisli su ola bilər. Və nahiyəni şaftalı yağı ilə yağlayırıq. Şaftalı yağı dərinin səpməsinin qarşısını alacaq. Həssas dərilər hərdən səpə bilər. Buna görə hər dəfə depilyasiyadan sonra şaftalı yağı və yaxud da zeytun yağı ilə yağlasanız, hər şey yaxşı olacaq. Təşəkkürlər.